Alo, Ha baba. apardılar. Tez özün çatdır. Tez gel, çok danışma. Gel lan baba. Korkma mənə. Hardadılar? Oraya gelirler. Harda 2 saatdir sizi gözləyirəm. Dolundum burada. Neyniyim qardaşım? Konfet almağa girməmişəm mən mağazinə. Neyse davay, min maşına. Neyini yayındı? Bir planım var. Şair olmak isteyen bir gezgin, yaşama hevesi kalmamış bir bezgin. Dağlar açdın ay oğlan, hara qaçdın ay oğlan. Şair olmak isteyen bir gezgin, yaşama hevesi kalmamış bir bezgin. Dağlar açdın ay oğlan, hara qaçdın ay oğlan. Aslanım kapanmadı. Hara qaçdın ay oğlan. Kapanmadı, yolu çaşdım ay oğlan. Gəlirlər. Mən gizlənim. Osman, Sən? Aha, de. Göstərəcəm onu, bax. Budur. Bu kimdir ha? Nəsə təzə tema oxşuyur. Gələk bir baxaq görək. Gedək baxaq. Oo, gözəlsən. Neynirsən burada? Eləmə də. Ölürəm də böyle sərt qadınlardan ötür. Buna da. Ne var orada, mən də baxıram. Sən baxma. Sən baxma, qorxarsan baxmasın. Sən niyə gəlmişdin? Gör mən nə vaxt ara gedirəm. Bax kişi, əlində də 3 dənə putaq. Deməli 3 ay öyrənəsən. Git, Şamın da söndü, çıx get tez. Gəldiniz? Yoxdur. Əlimizdən aldılar.
Ay baba, sən bu protezin kimə lazımdır? Ah senin o ifrite nenem var Kübra xanım. Orada nənənin dişləri aydın idi, xərəb dişləri var idi. Yəqin o keçmiş dişləridir. Gəlin qaynana söhbəti idi. Yox, məncə kişi yoldaşdan intiqam almaq üçün onun dişlərini Başınızı oğurur. sındırmayın, onsuz sonluğa çatmayacaq. O deyil. Özləri gəlib bilsinlər. İndi cavab verin. Sonluğu başa düşməmişik. Kişinin necə deyim, protezi ilə qadının protezi eynidir. Ən böyük problem o nənə babanın ağzında dişinin olmasıdır. Çünki belə danışıydılar, axıra qədər güləndə görünürdü ki, diş yoxdur ağzında da birinin. Əlavə dəstək gəldi izah üçün. Çəkiliş çox qəşəng idi, təmiz idi. Yox, döyüş səhnələri, qurulmuş döyüş Çox səhnələri. qəşəng. Elə filmlər var ki, heç qura bilmirlər. Çox qəşəng idi, məkan yaxşı idi. Elə bildim idmançılardır. Bəli, işıqlandırma yaxşı idi. Sonluq nə oldu? Sonluq əslində biraz istədik ki, komediya olsun. Biraz da o bəzi rejissorlar var, bilirsiniz, o izləyiciyə buraxırıq onu. Sonluğu nə istəyirlər düşünsünlər. Bildik, yəni belə bir sual yönləndirərlər və bizim B planımız var idi. B planımız da odur ki, yəni orada göstərdik ki, nənə cadugardır. Yəni onun üçün yəni yalnız yaşayır da, yəni ailə dəyərləri, nə bilim onun nəvəsi, onun ailəsi, yəni heç nədə, yəni belə insanlar var. Sadəcə bunu göstərmək istəmişik. Vallahi qəlizləşdik. Daha da qəlizləşdik. Var ki, yəni onu istəyəsi eləyir. Bunu bildik, başa düşdük. Sadəcə nəticə etibarı ilə, məsələn, təsəvvür edin ki, siz bir film çəkmişsiniz, onu tamaşaçıya təqdim eləmişsiniz. Burada sizin imkanınız var. Bizi ilə ünsiyyət qrubu onu bizə başa salmağa və yaxud da ki, izah eləməyə. Videoya baxan tamaşaçı özünə deməyəcək ki, bu nə idi? Bu nə idi biz baxın? Yəni bir sözlə nə demək istəyirəm, çatdıra bilmədiniz onu. Əvvəldə nə babanın nəvə ilə bir bağlılığı bilinmədi. Babanın bir nifrətin bildirəydiniz ki, görün də onun başına nə oynatacağım. İmkanınız var idi, sözlə o nənəmin başına nə oynatacağım. Bu kəlmə bəs eləyir. Sonda onların ikisinin bir yerdə olan şəklindən, yəni o sonluq çıxdı aradan. Yəni ki, bunlar bir yerdədirlər. Yəni bunlar necə deyim, ər-arvad olublar da. Olublar, vermədiniz axı. Siz video vasitəsilə bizə, tamaşaçıya çatdıra bilmədiniz. Bilmədiniz. Allaha and olsun. O babanın baba olduğunu mən bilmədim. Biraz absurddur, yəni gülmək xatirinə, nəsə gülüş doğurmaq xatirinə iş görmək lazımdır. O adam o rola uyğun değildi. Oğlum, mən elə bildim ki, o prosta böyle adi bir adamdı. Orada babalıq heç nə yox idi. Nə olsun ki, bu qoyub. Çox sağ olun dostlar, təşəkkür edirik. Növbəti videoları izləməliyik.